Bürclərə, xəritələrə, kodlamalara münasibətiniz necədir? Bu mövzulara münasibətimi mən əvvəlki videolardan birində əslində bildirmişdim. Hansı ki, o insanın özünü tanımasına gedən ən uzun yol, ən qısa yolu axtarmasıdır demişdim. Və elə bu saydığınız üsullarla da insanlar həmin qısa yolu tapmağa çalışırlar, amma vaxt itirirlər və bu gec-tez peşmançılıqla nəticələnəcək. Çünki ya boş vədlərlə onları aldadan insanlarla qarşılaşanda yanıldıqlarını anlayıb peşman olacaqlar, ya da ki özləri özlərini aldatdıqlarının fərqinə varanda və bu müddətdə itirdikləri vaxta, enerjiyə, pula görə peşman olacaqlar. Çünki əvvəla astrologiya bir elm statusu almış sahə deyil. Yəni psevdoelm sayılır. İkinci dərəcəli bilik dediyimiz kateqoriyadadır. Və yəni hamının fikrinə açıq olan bir sahədir. Yəni hamı bürclərlə bağlı bir fikir deyə bilir.